Hayat böyle bir prosestir. Bu proseste uğurla iştirak etmek için insan muasir taleplere uygun olan tahsile malik olmalıdır. İmza qrup dedikdə mənim aklıma ailə gəlir. Çünki artıq hamı bir-birini tanıyır və biz çox doğmalaşmışıq. Düşünürəm ki, 100 oğullu imza layihəsini artıq Azərbaycanda hamıdan tanıyır. Hətta mən bakalavrda intervyulara gedəndə bu layihənin bir iştirakçısı olduğunu deyəndə görürdüm ki, insanlar bunu tanıyır və eşidiblər və onlarda pozitiv bir fikir formalaşdığını hiss eləyirdim. Məncə bu artıq özü bir fərqlilikdir, 100 oğullu bir imza layihəsinin bir üzvü olmaq. Kollektiv olaraq öyrənmək, kollektiv kimi hərəkət etmək, kollektiv kimi cavab vermək. Universitetdə əlbəttə bunları qəbul eləmişəm, amma imza qrupu artıq bunun praktikasına keçdi. Hal-hazırda belə bir müəssisədə, belə bir qurumda onun imtahanını vermək və yaxud da belə bir şəraitdə onu göstərmək. Bu da onun üçün advantage'dır, həm plusu. Ağlıma ilk insanlar və ACCA gəlir. İnsanlar ona görə gəlir ki, dediyim kimi imza qrupda 100 uğurlu imza layihəsi çərçivəsində biz nəinki 100, yəni 100-dən çox insan tanıdıq və hələ də əlaqələrimiz var, hələ də görüşürük və bir-birimizlə əlaqədə oluruq. Bu insanları, çoxlu insan tanımağa bizə kömək oldu. Networking deyilən anlayış, yəni insanlarla əlaqələrimiz oldu. Bu həm iş tapmaqda, həm də bir-birimizi refer eləməkdə şirkətlərə çox kömək olur həqiqətən bizə. Ona görə də mən deyərdim imza qrup deyəndə ilk ağlıma insanlar gəlir. Bu tək təlimlər ya da dərslər deyil, bu bir ailə kimi bir kollektiv idi. Hətta mən deyə bilərəm ki, mənim toyumda belə iştirak edirdi. Ailəmin bir üzvü kimi imza qrupun nümayəndələri, oradan olan iştirakçılar. Artıq bu daha çox dost əlaqələri, bəlkə də yoldaşlıq kimi davam edən bir layihə oldu. Və mən çox sevinirəm ki, mən də bu ailənin bir üzvü oldum. Итак, скажите мне, я еще, может, как фильм. İmza qrup deyəndə mənə yanaşma, yəni bir elə bilin ki, biz şirkət olaraq yox, bir sistem olaraq ümumi təhsilə və yaxud da gənclərə bir fayda verməyə qarşısına məqsəd qoymuş bir qurum ağlıma gəlir, yəni imza qrup deyəndə. İmza qrup dedikdə ağlıma gələn fikirlər ACCA üzrə tələbələrin dəstək olunması, burada sağlam rəqabətin, mehriban mühitin yaradılması, network'ün artırılmasıdır. Yəni mən bu layihə ərzində bunların hamısını gördüm. İmza qrup tərəfindən ACCA member oldum. İmza qrup tərəfindən dəstək göstərildi. Burada imza qrupda təhsil alan tələbələrlə tanış oldum. Onların bir çoxsu ilə yaxşı əlaqələrim var, həm kursda, həm kənarda. Və onlarla bir yerdə təhsil alaraq sağlam rəqabət olması imtahanlara daha həvəslə və daha çox əmək sərf etməklə hazırlaşmağa tələbələri həvəsləndirir. Böyük bir ailə təbii ki ağlıma gəlir. Bu ailənin çox saylı üzvləri var. Layihənin iştirakçıları
İmza qrupunun işçi heyəti, rəhbərlik, biz çox böyük bir ailəyik və tək nəinki bu təhsil həyatımızda, peşəkar həyatımızda, eləcə də şəxsi həyatımızda da çox böyük, yaxın bir münasibətimiz var. Biz belə deyək, bu layihə nəticəsində qazandığımız kvalifikasiyadan kənar özümüzə çoxsaylı ailə üzvləri qazanmış olmuş. Bu böyük həyat yolunda uğura aparan ən dəyərli vasitələrdən biri təhsildir. İmza Qrup olaraq 10 il ərzində əsas məqsədimiz gənclərin bu yolda daha inamlı addımlamasına, bilik və bacarıqları ilə öz gələcəklərinə imza atmasına dəstək olmaq olub. Geridə qalan 10 il bizim üçün sadəcə bir tarix deyil, yüzlərlə tələbənin uğur hekayəsi, böyük zəhmətin nəticəsi və gələcəyə olan inamımızın göstəricisidir. Biz bu missiyanı bundan sonra da daha böyük hədəflər, yeni layihələr və daha güclü addımlarla davam etdirməyə niyyətliyik. Çünki inanırıq ki, hər addım bir gənc istedadın uğur hekayəsinin başlanğıcıdır. İmza Qrupun 10 illiyi mübarək. Qarşıda bizi daha böyük uğurlar, daha parlaq gələcək və gənclərin həyatına dəyər qatacaq yeni layihələr gözləyir.